Şuşa ilə bağlı yenilik erməniləri qəzəbləndirdi. Vardanyanın adı qarışdı. Kanala abunə olub video bəyənməyi unutmayın. Beynəlxalq səyahət saytları Booking.com və Getyorgu.com-da Şuşa və Xankəndiyə tur paketlərinin reklam edilməsi Ermənistanda ciddi narazılığa səbəb olub. Global Info az xəbər verir ki, iki bölgənin də Azərbaycan ərazisi kimi turistik səfərlər üçün reklam edilməsi ermənilər arasında birmənalı qarşılanmayıb. Xüsusilə Yuxarı Gövhər Ağa məscidinin də Şuşaya səyahət zamanı gəzilməli məkanlardan biri kimi göstərilməsi diqqət çəkib. İddia edilir ki, məscid 2019-cu ildə səthi şəkildə bərpa edilib. Təmirin təşəbbüskarı Vardanyanın dəstəklədiyi Revival of Oriental Historical Heritage Şərq tarixi irsinin dirçəldilməsi fondu olub. Lakin təmirdən sonra məscid erməni, İran mədəniyyət mərkəzi kimi turistlərə təqdim edilib. Azərbaycanın adı isə məscidin tarixindən tamamilə silinib. Məlumata görə Global Marriott Bonvoy şəbəkəsi də Qarabağa turların reklamını paylaşıb. Lakin erməni lobbisi və diasporası birləşərək şəbəkəyə təzyiq göstərib və saxta ittihamlarla reklamları silməyə məcbur ediblər.